gələn həftənin bazar gününə. Həm də kitabdan oxuyarsınız. Mütləq ikisi də əsasdır. Və belə deyək də, ümumi şəkildə Rusiya dövlətinin necə yaranması haqqında bir məlumat var. Necə olur Rusiya dövləti yaranır? Mən heç keçən il Azərbaycan tarixindən Eldənizlərə qədər keçmişəm. Nə çox keçmədim. Çox az keçiblər. Ümumi tarixdən hara kimi getmişdir? Osmanlı dövlətinə qədər. Aha. Mən gec Osmanlı. başlamışdım. Sən onda gec başlamısan da tarixə keçən il. Bəli. Aydındır. Problem deyil. İnşallah bu yıl qaydasına qoyacağıq. Demək, ilk olaraq biz başlayaq nədən? Rusiya dövlətinin necə yaranması haqqında bir məlumat verim. Demək, tarixdə yəqin ki, o dövrdə müəyyən qədər bunu keçmirsən, Osmanlıya qədər bu tarix xatırlanır. 1243-cü ildə Qızıl Ordu dövləti yaranır. Batı xan tərəfindən Saray Batı özdə şəhəri salınır. Bax, məsəl üçün yuxarı hissədən Xəzərə tökülən Volqa çayı, Volqa çayının bax bu töküldüyü ərazidə Həştərxan tərəfdə Batı xan Saray Batı şəhərini saldırır və çevirir onu Qızıl Ordunun paytaxtına. Qızıl Ordu Monqol sülaləsindəndir. Çingiz xanın davamçısı olaraq bilinir. Yəni nəvələrindən biri. Gürcü nəslindən hesab olunur və Batı xan dövləti yaratdıqdan sonra zaman-zaman Qızıl Ordu inkişaf eləyir, böyüyür. Özbək xanın dövründə Qızıl Ordu İslam qəbul olunur və türkləşmə prosesi gedir. Desən ki, müəllim, niyə Qızıl Orduda İslam qəbul olunandan sonra türkləşmə gedir? Çünki 1055-ci ildə, bəlkə oranı bilirsən, o Eldənizlər son dövrdə keçdiyimizdir ki, 1055-ci ildə bu Sultan Toğrul, Səlcuq hökmdarı Abbasilər xilafətini tutur. Abbasilər xilafətini tutduqdan sonra İslam dünyası keçir türklərin əlinə. Və harada İslamlaşma vardısa, orada türkləşmə prosesi başlayır. Yəni İslam deyəndə türk başa düşülürdü artıq bu dövrdə. Zaman-zaman. Ona görə də bax, Özbəyin dövründə artıq biz görürük ki, 13-cü əsr yox, 14-cü əsrdən artıq Qızıl Orduda türkləşmə prosesi gedir və Qızıl Ordu türkləşir. Ta ki 1480-ci ilə biz baxırıq. 1480-ci ildə Qızıl Ordunun son hökmdarlarından biri olan Əhməd xanın dövrüdür. Əhməd xan gedir Uqra çayı sahilinə. Yaxşı, Uqra çayı sahilinə nəyə görə gedir? Uzun dövr ərzində bu Qızıl Ordu bugünkü Ruslar dediyimiz Slavyanları öz əhatə dairəsində saxlayırdı. Və öz işğalında saxlayırdı bu Slavyan tayfalarını. Bunlar da 9-cu əsrdən bəri artıq şeylər yaratmağa başlamışlar, knyazlıqlar yaratmağa başlamışlar, bir araya gəlməyə çalışırdılar bu Ruslar. Və təbii ki, bir araya gələrək 1480-ci ildə Uqra çayı sahilində Qızıl Ordu hökmdarı Əhməd xanla Kiyev knyazları, bu Slavyan knyazları bir araya üz-üzə gəlir. Əhməd xan qorxub qaçır bu döyüşdən. O qorxub qaçmaq Qızıl Ordunun nüfuzunu sarsıdır. Yəni o boyda imperiya qurulur. O boyda imperiya balaca bir knyazlığın qarşısından qaçır. Yəni bu nə deməkdir? Nüfuzun sarsılmağı. Sən belə fikirləş də. Elə bil ki, Ukrayna ilə Rusiya müharibə aparır 2022-dən bəri. Rusiya müharibəni saxlayır. Saxlamadan Ukrayna ilə döyüşdən imtina edir. Qaçır Ukraynanın qarşısından. İndi bax, Rusiyanın regionda nüfuzu nə qədər sarsılır el olanda. Əgər belə bir şey baş verərsə. Düzdür?
Bəzi xarici Bəli. güclü dövlətlər də bu səfər Ukraynadan güclü olan dövlətlər Rusiyaya hücuma keçər ki, Rusiyanı parçalasınlar. Və bu nüfuz sarsılmadan sonra Kiyev knyazları, o Slavyanlar hamısı bir araya gəlir, 15-ci əsrin sonunda Rus dövlətini yaradır. Rus dövləti yarandıqdan sonra Rusiya ümumən yarandıqdan sonra ta ki bir 2 əsrə yaxın Osmanlı ilə Səfəviyə qarşı müharibələr aparmayıb. İndi Səfəvi dövləti haqqında biz danışacağıq. 1501-ci ildə yaranan Səfəvi dövləti və lap çoxdan yaranmış 1302-ci ildə yaranmış Osmanlı dövləti haqqında. Onlar haqqında bir-bir baxacağıq. Rusiya öz gücünü toplasa da, müəyyən qədər güc qazansa da, o bilirdi ki, Osmanlı və Səfəvi kimi dövlətə qalib gələ bilməz. Amma bu addımı ilk dəfə, yəni Azərbaycan ərazilərinə yürüş prosesi 1-ci Pyotrun dövründə müşahidə edilir. Bəlkə yadındadır 1-ci Pyotrun dövrü. Yadımda deyil, yadıma çıxdı. Hə. Bax 1682-də 1-ci Pyotr hakimiyyətə gəlir Rusiyada. Və bəzən belə bir proses var. Təbii ki, hər bir dövlətdə sülalələr var. Rusiyanın bu dövr üçün 1613-1917, bax fikir ver, 1613-dən 1917-yə qədər 300 ildən artıq dövrü əhatə edən hakimiyyətdə olmuş sülaləsi Romanovlar adlanır. 1-ci Pyotr da Romanovlar sülaləsinin güclü hökmdarlarından biri idi. 1682-ci ildə uşaq olan zaman hakimiyyətə gəlir, amma uşaq olduğundan idarə qabiliyyəti olmadığı üçün onun bacısı Sofiya əvəzləyir, qəyyum kimi. 7 il bacısı Sofiya Rusiya dövlətini idarə edir. 1689-cu ildə bu Pyotr görür ki, böyüdükdən sonra bacısı hakimiyyəti tam əlinə keçirmək istəyir. Onda bacısını öldürür. Özü 1689-da hakimiyyəti tam əlinə alır, idarə etməni. Və 1725-ə qədər artıq dövləti idarə etməyə başlayır. Deyərsiniz, bax orada məsəl üçün gəlir elə bir ki, güclü bir hökmdardır, idarə etməsi, qurduğu ordu. Bunlar hamısı güclü idi onda. Bax, hətta bu Qara dəniz tərəfdə Bosfor boğazı öldükdən sonra o belə bir vəsiyyət qoymuşdu. Deyirdi ki, əgər biz dünyanın sahibi olmaq istəyiriksə, Bosfor boğazını, bugünkü Türkiyənin, qədim Osmanlının əlində olan, bax görürsən buranı, Qara dənizlə Mərmərə dənizini birləşdirən Bosfor boğazı. Sən Şahanə müəllimin yanında keçən ildənsən, yoxsa bu ildən? Keçən ildənəm, amma o bölməni keçə bilməmişdik, çayları falan. Hə, hidrosferi hələ keçə bilməmişsiniz. İndi keçdiniz hidrosferi. Məsələn, burada olan döyüşlərə da baxacağıq biz, bir-bir. Orada da indi sənin coğrafi baxımdan buraları bilməyin, bir dəfə də tarixdə təkrar eləməyin, birləşmə şəklində yaxşıdır. Bax, Qara dənizdən Mərmərə dənizinə keçir. Bosfor boğazı. Deyirdi ki, vəsiyyət yazıb qoymuşdu ki, əgər dünyanın sahibi olmaq istəyirsinizsə, Osmanlının əlindəki Bosfor boğazını tutun. Həmən ərazi İstanbul şəhərini bölüb keçir. İstanbulun bir hissəsi Asiyada, bir hissəsi Avropadadır. 2 qitədə yerləşən şəhər. Və yaxud o Türkiyə özü 2 qitədə yerləşən ölkə olaraq bilinir müasir dövrdə. Bu öz yerində. Və zaman keçir, Pyotr hakimiyyətə gəlir. Pyotrun hədəflərindən biri Qara dənizə çıxış idi. Osmanlı üzərində yürüşlər eləyir. Amma 1711-ci ildə Prut yürüşü olacaq. Bunlar haqqında danışacağım. Sadəcə dərsimizə giriş vermək üçün bunları danışıram. Yəni nə yadda qalsa bu. Bunlar amma biz dərindən danışacağıq.
başdan gəlirik də zaten. Orada dərindən danışacağıq. Hə, Ovşi Pyotr 1711-ci ildə Prut yürüşü eləyir Osmanlı üzərinə. Amma desən Prut yürüşü əslində belə deyək. Burada bir bəhanə idi. Məsəl üçün Osmanlı güya İsveç kralını müdafiə edib, ona görə yürüş eləyir. Məsələ nə idi burada? Bax bu Rusiya, bax buradakı İsveçlə müharibə aparır. Onda buralar hamısı İsveçin. İndiki Finlandiya ərazisində hamısı İsveçin idi. Və nəyə görə müharibə aparırdı ən əsas? Bax bu Baltik dənizinə çıxmaq uğrunda. İndi Baltik dənizinə çıxmaq uğrunda mübarizə aparır. Onun üçün İsveçi məğlub etməli idi. Belə deyək də, Rusiyanın ərazisi biraz arxada idi. Buralar hamısı İsveçə məxsus idi. Baltik dənizinə çıxmaq üçün mütləq İsveçi nə etməlidir? Məğlub etməlidir. 1721-ci ildə Şimal müharibəsi başlayır. Yəni, Şimal müharibəsi deyilməsinin səbəbi nədir? İki şimal ölkənin olduğu müharibə. Yəni, İsveçlə Rusiyanın. İkisi də şimaldadır. Şimal müharibəsi 21 il davam edir. Bu zaman 1709-cu ildə Poltava döyüşü baş verir. İsveç kralı qaçır Seyə. Poltava döyüşündə məğlub olur, qaçır Osmanlıya. Bəli, bu Osmanlıya qaçır. Osmanlıda da o dövrdə 3-cü Əhmədin dövrüdür. 1703-1730. Əhmədin yanına qaçır, Əhməd bunu qoruyur. Hə, bu Osmanlının bu kralı qoruması, İsveç kralını qoruması Rusiya üçün əslində bir yaxşı proses idi ki, Rusiya bəhanə edib Osmanlıya hücum edəcəkdi. Osmanlının üzərinə. Desəm müəllim, niyə Osmanlının üzərinə? Çünki bax, Rusiyanın hələ o dövrdə bu Qaradəniz, bax, indi Qaradənizə çıxışı var Rusiyanın. O dövrdə Qaradənizə çıxışı yox idi, bax, belə idi hardasa. Bu Qaradənizə çıxış əldə etmək üçün hücumu başladı. Buna tarixdə deyirlər 1711-ci il Prut yürüşü. Şimal müharibəsi ərəfəsində olan yürüşdür. Prut döyüşü baş verir orada. Orada Pyotr özü də iştirak edirdi. Pyotr mühasirəyə düşür. Osmanlı ordusunun mühasirəsinə düşür. Pyotr özünün mühasirədə olduğunu bildirmir. Çünki əgər bilsəydilər ki, Rusiyanın hökmdarı Pyotr mühasirəyə düşübdür, avtomatik nə edəcəkdilər? Ya tutub öldürəcəkdilər, ya da əsir götürəcəkdilər. Onunla da Rusiya dövləti elə bir ki, Osmanlı diktiri götürmüş olur. Yəni, bir dövlətin güclü hökmdarının əsir götürülməsi nə deməkdir? Sən o dövləti artıq məğlub etmirsən. Aydındır. Bu 3-cü Əhmədə özünün əsir olduğunu bildirmədən 3-cü Əhmədə məlumat göndərir. Əhməd deyir ki, Əhmədə sülh bağlayaq. Əhməd də fikirləşir, deyir ki, Osmanlının müəyyən zəif dövrüdür, düşməni çoxdur bu dövrdə və təbii ki, silah-sursat çox lazımdır. Düzdür, döyüşüb Rusiyanı udardı. Hələ 1711-ci il Prut yürüşündə də udmuşdu. Amma deyirdi ki, itkilər çox olacaq. Ona görə döyüşü saxlayır, Pyotrla müqavilə imzalayır. Prut müqaviləsini. Və beləliklə Rusiya ilə Osmanlı arasında müqavilə imzalanır. Rusiya Qaradəniz sahilindən çəkilir, Qaradənizə çıxışı əldə edə bilmir və Osmanlı deyirdi ki, İsveç kralı mənim himayəmdədir. O öz ölkəsinə qayıdacaq, sən ona qarşı heç bir döyüş sərgiləməyəsən. Yəni, döyüş olmayacaq. Onu mən qoruyuram. Amma zaman keçir, qısa müddətli müharibə dayansa da Rusiya təzədən Osmanlı ilə müharibəni davam etdirməsə də, İsveç ilə müharibəni davam etdirir. 1721-ci ildə müharibəni bitirir. Niştat sülhünü imzalayır və İsveç məğlubiyyətini qəbul edir. Beləliklə,
Və beləliklə Rusiya Qara dənizə çıxışını əldə edir. Daha doğrusu Baltik dənizinə çıxış əldə edir. Gördün? Gəldi Rusiya o İsveçin olan bu əraziləri tutdu. Çətin bir şey var qız burada. Başa düşə bilirik. İndi biraz testlər üzərində zadda da gedəndə oraları başa düşəcəyik. İndi əsas məsələ bunun Azərbaycana gəlib çıxması, Rusların Azərbaycana hərəkəti ilə bağlı bir prosesdir. Demək, artıq 1721-də İsveçlə müharibəni bitirdikdən sonra və Osmanlı ilə də daha artıq müqavilə imzalanıb deyə Rusiya Azərbaycana, Pyotr Azərbaycana yürüş edir. Onun əsas hədəfi nə idi? Xəzər sahili bölgəni Rusiyanın daxili dənizinə çevirmək. Bu hər yeri tutacaqdı. Xəzər Rusiyanın daxili dənizinə. Bir Xəzərin magistral əhəmiyyəti idi dənizçilikdə. Digər baxımdan isə Xəzərin tamamilə sahillərinin neftlə zəngin olması prosesidir. Dəqiq görürsən məni. Hə. İndi birazdan əyani dərslərimizdən də videolar yüklənəcək. Zaman vaxtın olduqca onlara da baxarsan. Ola bilər ki, indi məsələn burada demədiyim prosesləri orada deyərəm. Çox güman deyirəm, yəni hər yerdə bütün şeyləri deyirəm hamıya. Yenə indi olar da. Demək, qız, burada məsələ nədir? Pyotr Avropa ilə müharibəni bitirdikdən sonra deyir ki, artıq Xəzəri daxili dənizə çevirmək vaxtıdır və İsveçlə müharibəni qazandı. Və o 1722-ci ildə gələcək Azərbaycana. Pyotr. 1723-də Xəzər sahili əraziləri tutacaq. Bunun Azərbaycana daxil olması ilə Osmanlı da Azərbaycanı tutmaq istəyirdi. Osmanlı da daxil olur Azərbaycana. Axırda bunlar ikisi Azərbaycanı bölüşdürmək uğrunda 1724-cü il İstanbul müqaviləsini imzalayır. Bax, bu Xəzər sahili əraziləri Xəzər sahilində. Demək, tutur Osmanlı, daha doğrusu Rusiya, Xəzər sahili bölgələri. Qalan hissəni tutur Osmanlı, İstanbul müqaviləsi ilə 1724 Rusiya ilə Osmanlı arasında. Beləliklə, Rusiyanın Azərbaycana ilk böyük girişləri bu dövrdən başlayır. 1724-cü ildə ermənilərin Azərbaycana köçürülməsinin ilk dəfə qərarını verəndə Pyotr olmuşdu. İndi sonraki mərhələlərə baxacağıq. Bəli, bu öz yerində. Sonra nəyə baxırıq? 1791-ci il. Əslində biz orada 1787-1791-ci ildən danışmalıyıq. Bəs bu nədir? Rusiya ilə Osmanlı arasında baş verən müharibə. Yeni dövrün müharibəsi. Burada artıq Osmanlı zəiflənmə dövrünü yaşayırdı. Artıq 1600 belə deyək də 99-cu ildə o geriləmə dövrünü yaşayır. 1787-1699-dan geriləmə dövrünü yaşayır və 1768-1774-də Rusiya ilə bir döyüş baş verir. Rusiya Osmanlını məğlub edir. Yəni daha Osmanlının əvvəlki gücü qalmayıb Rusiyanı məğlub etmək üçün. Və bir dənə döyüş 1787-1791-ci ildə Rusiya ilə Osmanlı arasında 4 illik döyüş baş verir. Bu döyüşdə nə baş verəcək? Demək, 1791-ci ildə hakimiyyətdə Rus kraliçası 2. Yekaterinadır. 1762-1796. Gəlir Rusiya Osmanlını məğlub edir. Osmanlı məğlub olur. 1791-ci ildə Rusiyanın Qafqazdakı
işğallarını tanıyır və əvvəllər öz ərazisi olmuş Krım bölgəsinin, bax, Krım budur. Krım yarımadası Qaradənizin daxilindədir. Krım yarımadasının, Krım ərazisinin də Rusiyaya aid olduğunu təsdiqləyir. Amma əvvəl Osmanlıya aid idi bu ərazi. Bəli. Beləliklə artıq Osmanlı məcbur şəkildə Qafqazdan geri çəkilir. Rusiya Qafqaza daxil olmağa başlayır. Amma bu proses yarımçıq qalacaq. İndi biz orada əvvəldən gələndə bəzi uzun-uzadı danışacağıq. Orada mən indi Yekaterina hara hücum etdi, hara hücum etmədi, onlar haqqında çox məlumat vermirəm. Biz onları xanlıqlar dövründə zaten danışacağıq. Demək, 1796-cı il 90-da Azərbaycandadılar bu Rus əskərləri. 96-cı ildə Yekaterina ölür. Yekaterina ölən kimi onun oğlu 1-ci Pavel hakimiyyətə gəlir, cəmi 5 il. 1796-1801, 5 illik. Pavel Yekaterina kimi, yəni anası kimi güclü bir hakimiyyətə malik deyildi. Yəni onun Azərbaycan ərazisini işğalda saxlayıb, eyni zamanda orada böyük ordu saxlama qabiliyyəti yox idi. İdarəçilik lazım idi buna. Ona görə də Pavel hakimiyyətə gələn kimi bütün Rus qoşunlarını çəkir, Azərbaycandan çıxarır. Bəli. Belə ki, Azərbaycan ilk növbədə Rus işğallarından nisbətən xilas olur və 1801-ci ildə hakimiyyətə 1-ci Aleksandr gəlir, Rus hökmdarı. Bu dövrdən biz artıq Azərbaycanın işğal prosesini danışacağıq. Azərbaycan hansı bölgələrdən işğal olunmağa başlayır, hansı bölgə tutulduqdan sonra Azərbaycanda daha əlverişli şəkildə işğal etmə prosesi yaranır. Bunlar haqqında, hər biri haqqında danışacağıq. İndi Aleksandr hakimiyyətə gəlir 1801-1825-ci ildə. Aleksandr hakimiyyətə gələn kimi Azərbaycana daxil oluş nə vaxt başlayır ümumi? 1803-cü ildə. 1803-cü ilin aprel ayında Carbalakan bölgəsi. Bax. Demək, Carbalakan bölgəsi bax bu bölgədir. Bir dəqiqə. Hə. Bax, Carbalakan. Carbalakan bax bu dağlıq ərazidir. Görə bilirsən işarələdiyim yeri. Bəli. Aha. Bax bu Carbalakan ərazisidir. Bugünkü Zaqatala-Balakan bölgəsi nisbətən də biraz Gürcüstan ərazisini əhatə edir. Çünki o zonalarda bizim ərazimizdə əvvəllər münaqişə var idi Gürcüstanla. Sonra aramızdakı müəyyən sülhlə bu prosesi həll etdik. Bəli. Carbalakana giriş 1803-cü ildədir. 1-ci Aleksandrın qoşunlarının başçısı General Sisyanov öz ordusu ilə girir Carbalakana. Və döyüşlər baş verir. Burada şeyi qorxuzur. Sisyanov biraz qəddar adam idi. Digər döyüşlərdən qəddarlığı ilə bilinirdi. Hətta deyir, balaca uşaqları öz ata-anasının qarşısında belə öldürürdü da. Yəni bu səviyyədə qəddar bir insan idi. Bu carlılar üsyan qaldırır Rusiyanın bu əraziyə daxil olmasına, Rus ordusunun. Onda Sisyanov xəbər göndərir. Ey carlılar, siz nə edirsiniz? Mən ora gəlsəm, deyir, sizi, övladlarınızı gözlərinizin qarşısında öldürəcəm. Əsasda kişilər, yəni xanımlarınızı və övladlarınızı gözlərinizin qarşısında öldürəcəm. Bu proses carlılara biraz qorxu salmışdı. Ondan sonra biraz mübarizə zəifləmişdi və
artıq gəlirlər. Rus ordusu 1803-cü ilin aprelində Car Balakən ərazisini işğal edir. Və Car Balakəndə elə bir zonadadır ki, sən təsəvvürlə ki, bu ərazini tutmaq çətin idi. Nə baxımdan çətin idi? Bax, o şimal hissə, yuxarı hissə Rusiyadır, aşağı Azərbaycandır da. Car elə bir yerdədir ki, dağlıq, Qafqaz dağlarının yuxarı hissəsində, bax, bugünkü Zaqatala-Balakən bölgəsi. Elə bil ki, Rusiya dağın ətəyində idi, Azərbaycan əskərləri, carlılar isə dağın başında. Rus üçün bu müharibəni aparmaq asan deyildi, amma texnologiyası ilə, ordu silahları ilə bu müharibəni qazanır və beləliklə Car ərazisi işğal olunur. Amma ləğv olunmur ha. Car Balakən ləğv olunmur. Sadəcə işğal olunur. Aydındır. Bəli, Car Balakən işğal olunur, daxili müstəqilliyi saxlanılır, xarici müstəqilliyi ləğv olunur. Aprel ayında Carlılarla Ruslar arasında antlı öhdəlik imzalanır. Antlı öhdəliyə görə Carlılar ipək verməli idi Rusiyaya, ipəklə xərac verməli idi. Səncə niyə ipək bu qədər əhəmiyyət kəsb edirdi? Niyə ipəklə xərac? Məsələn, qızıl da verə bilərdi, pul da verə bilərdi, amma sırf ipək. O dövrdə yəqin ki, ən yaxşı ipək Azərbaycanda istehsal olunurdu. Bəli, Azərbaycanda istehsal olunurdu, bu zonada da istehsal olunurdu və Avropada baha qiymətə gedirdi ipək. Məsələn, götürürdülər, ondan ipək parçanı, paltar zad istehsal edirdilər, Avropaya daha baha qiymətə satırdılar. Aydındır. Bəli. Bəli. İndi bax, Car Balakən tutulur, amma 1804-cü ildə bu Carlılar belə bir şey də var idi orada, antlı öhdəlikdə. Demək, hər bir Carlı ailədən üsyan qaldırmayacağına təminat vermək üçün hər ailədən bir nəfər Rusiyaya girov göndərilirdi ki, yəni siz üsyan qaldıran kimi biz bunları öldürəcəyik. Amma buna baxmayaraq 1804-cü ildə Carlılar üsyan qaldırır. O üsyanda yenidən yatırılır. Car birbaşa, yəni Rusiyaya tabe olunur. Və 1804-cü ilin biz şeydən danışırıq, yanvar ayından. 1804-cü ilin yanvar ayında artıq Gəncə xanlığına hücum olunur. Bax, Gəncə xanlığı, qoy bu tərəfdə baxaq görək var. Bəli, görə bilirsən buranı. Bax, Gəncə xanlığı Azərbaycanın bu hissəsindədir, Gəncə xanlığı. Məsələn, Car Balakən tutulduqdan sonra artıq Azərbaycanın əsas dayaq nöqtəsi itirildi. Azərbaycana yol açıldı. Gəncə xanlığını tutmaq prosesi başlayır. Və 1804-cü ildə Gəncə xanlığına yürüş edirlər. Gəncə xanın, o Gəncə xanlığının son xanı var idi. Bəlkə yadındadır. Kimi demişdik o Gəncə xanının son xanı olaraq? Cənab Maksimdir. Yada çal. Cavad xan idi. Ay, sağ ol. Cavad xan. 1786-1804. Bunları, yəni bu 11-ci sinifdir. İkinci qəbula kimi 2 dəfə keçəcəyik. Bir dəfə indi keçirik, bir dəfə proqramı çatıb keçəcəyik. Bir dəfə də təkrar. İkinci qəbula kimi təkrar gedəcəyik inşallah. 3 dəfəyə, yəni Allah qoysa bir problemimiz qalmaz. Gəncə xanı, Cavad xan. Cavad xan gəlir, demək, bu Siyanovla məktub göndərir, nə bilim, nə ayırır, təslim ol. Orada təslim olmur. Cavad xan döyüşə hazırlaşır. 1804-cü ildə Gəncə xanlığı Rusiya tərəfindən işğal olunacaq və müqavimət göstərdiyi üçün ləğv olunacaq. Sisiyanovun orada şeyi var, sərkərdəsi Lazarev. Lazarev Cavad xanı
şeylə, odlu silahla öldürəcək. Və beləliklə Gəncə qalaları tutulacaq, Gəncə xanlığı ləğv olunacaq. Azərbaycanda tarixdə ilk yaranan xanlığımız 1743-cü ildə Şəkidir. İlk dəfə Rusiya tərəfindən işğal olunan və işğal olunduğu kimi də ləğv olunan xanlığımız isə Gəncə xanlığıdır 1804-cü ildə. Aydındır. Gəncənin də yeri yaddan çıxmaz ki. Xeyr. Evet. Davam edirik. Niyə belədir? Ruletka az görsətdi. Qoy bir dənə bunun yerini dəyişdirək. Aha, həll oldu. Əla. Bax. Demək, Gəncə xanlığı da bu minvalla işğal olundu. Demək, Azərbaycanın ümumi işğalı başlayır və belə deyək. Bu Gəncə ərazisi ilə Carbalakan Azərbaycanın əsas dayaq məntəqələri idi. Yəni bu ərazi tutulubsa, demək olar ki, Azərbaycanı işğal etmək o qədər də çətin bir proses deyil. Onda cənubda Qacarlar, İran dövləti. Qacarlar əslində türk olubdur. İranı, bugünkü İranı türklər idarə edib. Sonradan bu Qacarlarda farslaşma prosesi başlayır. Yəni o cənubdakı ərazini, Qacar dövlətini farslar ələ keçirir. Biz indi orada biz baxacağıq 1979-cu ildə İran İslam Respublikasının yaradılması, nə bilim Pəhləvilərin hakimiyyətə gəlməsi, sonra Xameynin hakimiyyətə gəlişi, dini başçı kimi bunlar hamısına biz baxacağıq bir-bir. Ora çatandır. İndi burada biz əsas məqam nədən danışmalıyıq? Qacarlar, İran görür ki, Rusiya Azərbaycanı işğal edir və əsas da Gəncə tutulduqdan sonra Qacarlar öz səhvini anlayır ki, Azərbaycanın Gəncə bölgəsi tutulmamış biz gərək Rusiyaya mane olardıq. Artıq Rusiyanın qarşısını almaq biraz çətin olacaq. Onda Qacar hökmdarın oğlu Abbas Mirzə. Bəli, Abbas Mirzə Azərbaycan xanlarına dəstək etmək üçün gedəcək. Amma daha çox faydası yox idi. Zaten Rusiya irəliyirdi. İndi məsələ nədən ibarətdir? Carbalakan və Gəncə kimi güclü bir ərazinin tutuldu. 1805-ci ildə Qarabağ, Şəki ikisi də bu ərazilərin tutulduğunu görəndən sonra deyirlər ki, biz neyniyə bilərik ki? Yəni ən güclüsü Gəncə xanlığı idi. O belə məğlub oldu. Yəni biz Rus ordusunun qarşısında nə edəcəyik? Bax Qarabağ, bir də yuxarıda Şəki. Ona görə onlar könüllü şəkildə müqavilə bağlayıb tabe olmaq qərarına gəlirlər. Bəli. Onun üçün nə edirlər? Rusiyanın qoyduğu qayda 1805 14 may tarixində Qarabağ Rusiya ilə kürəkçay müqaviləsini imzalayır. Bu dövrdə Qarabağlı İbrahim Xəlil xan idi. 1763-1806-cı ilə qədər hakimiyyətdə olub. O belə deyirdi. Deyirdi ki, Qarabağ xanı bundan sonra general qubernator adlanır, Rus generalı adlanır. Xanlığın daxili müstəqilliyi saxlanılır, xarici müstəqilliyi əldən alınır. Yəni ləğv olunmur da, tamamilə silinmir. Sadəcə deyirdi, sənin daxili işlərinə qarışmıram, ged idarə elə. Amma xaricdə sən heç kəslə dostluq, əlaqə, bu kimi şeylər qura bilməzsən. Məndən asılısan. Xaricdə mən necə elə hərəkət edəsən. Mən kimlə müharibə aparsam, mən ordu lazım olsa, mən o müharibəni aparmaq üçün ordu verəsən. Aydındır. Və zaman keçir, artıq
belə deyək, 10.000 çevron da maaş alırdı Rusiyadan və beləliklə Qarabağ tabe olur. Qarabağdan sonra Şəki, bir həftə sonra 21 may tarixində Şəki 1805, 21 may tarixində Şəki də Rusiya ilə kürəkçay müqaviləsini imzalayır. Öz tabeçiliyini göstərir. Bir dənə burada bax, bura Şirvan var ha. Bu Şirvan ərazisi Şamaxı. Qədim Şirvanşahlar dövləti Şamaxı oranın paytaxtı olub. Bəli. Deyə bilərsən Şirvanşahlar dövləti nə vaxt yaranıb? 581. Yox, nəyəsə qarışdırdın. Hı. 861. 800. Yazımda değil. 61. Heysam ibn Xalid Mədyədlilər sülaləsi. İlk sülalədir Mədyədlilər. 1538-ci ildə Səfəvi dövləti tərəfindən, 1-ci Təhmasib tərəfindən ləğv ediləcək və bəylərbəyliyinə çevirəcək Şirvanşahlar. Şirvan bəylərbəyliyinə. Yaxşı. Oranın isə Şamaxı xanlığına çevrilməsi 1747-ci ildir. Tam şəkildə müstəqil Şamaxı xanlığına. Bu öz yerində. Bunlar haqqında etap danışacağıq. Onlar zaman testlər üzərində formalaşacaq. İndi zaman keçir. İndi mən səndən Allah qoysa indi belə dərsi aparam. İlin axırına bir 20 plus gözləyirəm da qız səndən. İnşallah. Şahanə müəllimə də tərifləyir səni. Görək. Nə edirik? Yaxşı. İndi baxın. Şamaxı. Şamaxı xanlığı Rusiyaya tabe olmaq istəmir. Əslində bilirdi ki, bu da başarmayacaq. Yəni sonda tabe olasıdır, amma vaxtı uzadırdı. Vaxtı niyə uzadırdı? Çünki bu Abbas Mirdədir, bunlar istər-istəməz dəstək verirdi. Bu deyir ki, Rusiya zəifləyər, birdən indi oradan Qacarlar gəlir, Rusiya ilə müharibə aparar, Rusiya zəifləyər. Bu proseslər hardasa ona vaxt qazandırar. Bəlkə də Rusiya ona kimi zəifləyər, Azərbaycanı işğal etməkdən vaz keçər. Amma təbii ki, gözlənilən kimi olmur. Şamaxı xanlığı Rusiyaya gecikdirmək üçün Rusiyaya belə təklif göndərir. Deyir, mən sənə tabe olaram. Amma şərtim var. Aleksandr deyir ki, şərtin nədir? Deyir ki, sən bütün Azərbaycanı birləşdir, ver mənə. Mən idarə edim. Ondan sonra deyir, fikirləşərəm. Görək sənə tabe olacam, olmayacam. Rusiya da oradan deyir ki, sənin yuxuların çox şirindir. Sən biraz oyan yuxudan. Onu da nə ilə əsaslandırırdı? Deyir ki, mənim ulu babalarım Şirvanşahlar dövlətini idarə edib, əsrlər boyu. 677 il boyunca 7 əsr. Bu dövlət idarə ediblər. Yəni, mənim nəslim dövlət idarə edib, sən də Azərbaycanı birləşdir, ver, mən idarə edim biraz, sonra baxarım prosesə. Hə, yox, görür ki, Mustafa xan, Şamaxılı Mustafa xan görür ki, artıq çarə yoxdur. 6 ay bu proses uzanır. Maydan düz dekabra qədər proses uzanır. Artıq dekabr ayının sonunda 1805-ci ildə Rusiya ilə Şamaxı arasında könüllü kürəkçaya bənzər müqavilə imzalanır. O kürəkçay müqaviləsi deyil, kürəkçaya bənzər. Bəli, yenə Şamaxı xanlığı da könüllü surətdə keçir tabiçiliyə. Yaxşı. Amma bir şeyi deyək, bax, o Gəncə 1804-cü ildə işğal olunur. Tam işğalı aprel ayında başa çatır Gəncənin, o Cavad xanın adının öldürülməsi, bu proseslər. Zaman keçir, bu Abbas Mirzəzad, Fətəli Şahın oğlu, Qacarlar dövlətinin şahı olan Fətəli Şahın oğlu Abbas Mirzə, bu atası ilə fikirləşib başa düşür ki, Gəncənin Rusa verilməsi bir səhv qərarı idi. Yəni, Gəncə tutulmamışdan qabaq Azərbaycan Gəncə bölgəsini
Ruslar tutmamışdan qabaq biz gəlib tutmalıydıq. O zaman görür ki, daha Ruslar Azərbaycana daxil olubdur. 1804-cü ilin iyun ayında Ruslarla İran arasında birinci Rus-Qacar müharibəsi başlayır. Bəli. Bax, indi burada biz onlar haqqında danışacağıq. Bir dəqiqə. Bax, bu ilk addımdır. İndi onları göndərəcəm sənə. Mən əsas şeyləri danışacağım. Bax, Gəncə xanı, Cavad xan. Sonra. Bunlar sadə hissələrdir. Bunları oxuyarsan, mən əsas indi işğal bölmələrini izah edirəm. Bunları da belə göndərəcəm. Həm o 52-ci şeyi oxuyarsan, həm bu PDF-ə baxarsan. Bax, burada Carbalaçana olunan hücumlar 1803 aprel ayında dedik antlı öhdəlik, mart ayında hücumlar olmuşdu. İndi onun çox yadda saxlamaya ehtiyac yoxdur. Şeyədə olur. Ayları bir dənə aprel antlı öhdəliyi yadda saxlamağın lazımdır. Sonra bax, Gəncə qalası. O 1803-cü ilin sonu. Əslində 1802 götürmürük, onu biz Carbalaçan götürürük. 1804-dədir əsas Gəncəyə hücumlar. Azərbaycanın parçalanması, Rus işğalları. Burada da məsəl üçün xanlıqların ayrı-ayrı şəkildə bölgüsü verilibdir. Ora görüşləri də indi mən danışıram sənə. Bunlara da sən indi kitabdan baxıb sadəcə xəritə formasında yerlərinə baxarsan. Bura müharibənin başlamasıdır. Bax, Fətəli Şahdır. Fətəli Şah ultimatum göndərir, məlumat göndərir ki, Rusiyada sən Azərbaycandan çıx. Bax, əsas da orada görsən Gəncəyə kres işarəsi qoyulub. Əsas Rusiya ilə İran arasında, Qacarlar arasında münasibətin pozulduğu hissə oradır. Gəncənin tutulması. Orada aprel ayında tutulur Gəncə. Bax, iyun ayında birinci Rus-Qacar müharibəsi başlayır. Demək, Carbalaçanla Gəncə Rus-Qacar müharibəsi dövründə tutulmuyor. Birinci Carbalaçan və Gəncə tutulur. Gəncənin tutulması nəticəsində İranlılar, Qacarlılar Ruslara qarşı müharibə başladır. Yaxşı. Və 1804 iyun ayında Rus-Qacar müharibəsi başlayır. 1813-ə qədər bu müharibə davam edəcək. Orada indi Rusların tutduğu ərazilərə biz əsas nəzər salaq. Bax, burada Gəncə işğal olunduqdan sonra 1804-cü ildə İrəvan bölgəsi və Naxçıvan bölgəsinə doğru hərəkət başlayır Ruslar tərəfindən. Amma orada Abbas Mirzədad kömək olur deyə bu İrəvanla Naxçıvan bölgəsini tutmaq mümkün olmur. Bax, İrəvan, Naxçıvan. Görsən, bax, bura. Naxçıvan bölgəsidir. Yuxarı qırmızı ox işarənin olduğu hissə isə İrəvan bölgəsidir. İndiki Ermənistan ərazisi. Bəli. Yürüşlər başlayır 1804-cü ildə. Orada Qəmərli döyüşü də baş verir həmən bölgədə. Amma Ruslar məğlub olur. Ruslar məğlub olur və bir üst kilsə döyüşü baş verir iyun ayında. İlk döyüşlərdəndir. İrəvan yaxınlığında. Bir də Qəmərli döyüşü baş verir. Orada Qacar Şahının oğlu Abbas Mirzə dəstək verirdi öz ordusu ilə. Ona görə də məsəl üçün Ruslar burada qalib gələ bilmir. Ruslar geri çəkilir və ondan sonra 1805-ci ildə bax dediyim həmən o Qarabağ, Şəki və Şamaxı ilə müqavilələr imzalanır. Yaxşımı? Bəli. Rusiya davam edir.
necə bir davam gəlir? 1806-cı il Rusiyanın işğal hədəfində dayanır. Bax, burada indi biz baxacağıq. Bura Dərbənd bölgəsidir. İndi burada yuxarıda, bax, lap yuxarıda Dərbənd yazılıb. Görürsən? İndi bunun biz tam versiyasına gedək. Bu Qarabağ Şəki Şamaxıdır. Bu Kürəkçay müqaviləsidir. Burada Qarabağ xanı verilibdir, bu heç. Bu Mustafa xandır. Sonda artıq müqavilənin imzalamasıdır da çarəsiz qalaraq. O da məsəl üçün onun qalası Şamaxıda Fit dağında yerləşirdi. O çox belə əlverişli bir mövqe idi deyir. Yəni orada düşmənlə mübarizə aparmaq rahat idi. Amma ruslara qarşı çıxa bilmirdi. Çünki onların ordusu böyük idi. Bununla əlaqədar çıxa bilmir. İndi burada biz 1806-cı ildə burada Qubanı veribdir, Bakını veribdir. Qubadan lap yuxarıda Rusiya tərəfdə Dərbənd var. Bugünkü bizim ərazimiz olan indi əlimizdə deyil, amma keçmişdə bizim ərazimiz indiki Rusiya ərazisində bu Dərbənd bölgəsi. Görə bilirsən? Hal-hazırda Rusiyanın əlindədir. Əslində o bir dövrə kimi bizlə Rusiya arasında münaqişə zonası kimi gedirdi. Amma sonradan artıq müstəqilliyə çıxdıqdan sonra arada gedən söhbətlə əlaqədar razılaşma oldu. Daha münaqişə zonasından çıxarıldı, verildi Rusiyanın tərkibinə. Bu Dərbənd bölgəsinə yürüş 1806-da başlayır. Rusiya yürüş eləyir Dərbənd bölgəsinə, Dərbəndi işğal prosesi başlayır. Dərbənd tutulur və bir dəfəlik ləğv olunur. Yəni xanlıq olaraq ümumi Dərbənd xanlığı tamamilə ləğv olunur, silinir. İşğal olundu və ləğv olundu. Hələ bir ilk dəfə tutularaq ləğv olunan Gəncədir, 2 Dərbənd tutuldu, ləğv olundu. Dərbənddən sonra yürüş haradır? Yürüş Qubadır. 1806-cı il Dərbənddən sonra Quba. Qubaya yürüş baş verir, 1806-da Quba tutulur. Amma Qubanı ləğv eləmirlər. Bunun da öz səbəbi var. Qubanı niyə ləğv etməməydin? Qubada müvəqqəti idarə yaradılır. Xanlıq idarə üsulu saxlanılır. Daxili müstəqillik saxlanılır. Sadəcə işğal olunur. Ta ki 1810-a qədər onun daxili müstəqilliyinə toxunmurlar. Yəni ləğv etmirlər. Bəs deyərsən müəllim niyə? Çünki keçmiş Quba xanı var idi, Fətəli xan. Qubalı Fətəli xan. O Rus kraliçası 2-ci Yekaterina ilə 1784-cü ildə dostluq əlaqəsi var idi. Daha doğrusu 1775-ci ildən bəri. Dostluq əlaqəsi var idi. Hətta Dərbənd işğalda olanda Yekaterina Qubalı Fətəli xanın ərazisini xilas etmişdi. O dövrdən Rusiya ilə Quba arasında dostluq var idi. O dostluq prosesi nəticəsində 1806-cı ildə Quba tutulsa da onu ləğv etmirlər. Amma Quba 1810-da Rusiyaya qarşı üsyan qaldırır. Quba üsyanı sonda məğlub olacaq. Məğlubiyyətdən sonra Quba xanlığını da tamamilə ləğv edəcəklər. Aydındır. Qubadan sonra keçid alırıq Bakı xanlığına. 1806 Bakıya yürüş başlayır. Bakıya yürüş başlayan kimi orada Bakının sonuncu xanı var. Həmən xan Hüseynqulu xandır. Hüseynqulu xan bu Sisiyanova məlumat göndərir Rus generalına. Deyir ki, mən istəyirəm ki, qalanın açarlarını sırf özüm sənə təhvil verim. Özünü könüllü göstərirdi da, belə deyək. Bəli. O da Sisiyanova nifrət edirdilər, onu öldürmək istəyirdilər. Əmisi oğlu İsmail bəylə plan qurmuşdular. Demək, bu Sisiyanov gəlib Bakı qalasının açarlarını götürəndə İsmail bəy odlu silahını çıxardıb Sisiyanovu vurmalı idi. Elə də olur.
Gəlir Siyanov Bakı qalalarının açarlarını götürməyə Hüseynqulu xandan. İsmail bəy çıxardır, Siyanov vurur, öldürür. Rus qoşunları bu general polkovniklərin öldüyünü görüb çəkilirlər geri. Geri çəkilirlər. Bir müddət sonra Ruslar yenə ordusunu toplayıb Bakıya yürüş edir, Bakını işğal edir və ləğv edirlər. Bakı da 1806-da tutulan kimi ləğv olunan xanlıqlardan biridir. Aydındır. Çətinlik yoxdur ki. Xeyr. Bu əsas hissələrdən. İndi bir də mən burada Rusların işğal zonasına daxil olan Lənkəran bölgəsi haqqında danışacağım. Məsələn, bu Xəzər sahili bölgələrin Rus işğalı hələ danışdığımız Dərbənd, Quba və Bakı bölgələridir, Xəzər sahili. Bir də Lənkəran ərazisidir. Burada bir dənə təzədən o Osmanlı, düzdür, Osmanlı artıq zəifləmişdi. Amma 1806-1812-ci ildə Osmanlı yürüş eləyir. Qafqazı tutmaq uğrunda bu da Rusiya ilə mübarizə aparmağa çalışırdı. Belə bir müharibə başlayır. Hansı ki, Rusiya həm Qacarlarla müharibə aparır. Bu səfər buradan Osmanlı da çıxır 1806-da. Yürüş eləyir, bax bu düz. İrəvan bölgəsi ilə Osmanlı sərhəddir. Bugünkü Ermənistanla Türkiyə sərhəddində Gümrü bölgəsi var, keçid zonasıdır. O Gümrü bölgəsində Gümrü döyüşü baş verir. Osmanlı məğlub olur. Bu həlledici döyüş idi. Osmanlı müəyyən qədər döyüşlər aparır, görür ki, yox. Rusiyanı məğlub edə bilməyəcək. Axırda 1812-ci ildə Buxarest sülhünü imzalayır. Buxarest sülhü ilə yenə Azərbaycan ərazisində Rusiyanın ağalığını tanımış olur Osmanlı. Və Azərbaycan ərazisi digər adı ilə Cənubi Qafqaz adlanır. Aydındır. Bax, hal-hazır ki, bizim Azərbaycan bölgəsi, məsəl üçün, bəzən görürsən ki, Azərbaycan demir, deyir ki, Cənubi Qafqaz bölgəsinin işğalı. Məsəl üçün, Osmanlı Cənubi Qafqaz bölgəsinin Rusiya tərəfindən işğal olunduğunu tanıyır. Çünki məcbur qalır, başqa yönü yox idi. Və Rusiyanın əsas hədəflərindən biri cənub zonamızda olan Lənkəran ərazisi idi. Bax, Lənkəran bölgəsi bu aşağı hissədədir. Qoy lap başa gedək. Bəli, Lənkəran xanlığı. Lənkəran xanlığı. Lənkəran xanlığı 1812-ci ildə Lənkəran xanlığına hücum olunur. 1812 oktyabrın 12-si. Bax, yadda qalandır. 1812 oktyabrın 12-si. Bax, bu Lənkəranın yuxarı hissəsində, bax bu hissədə, Aslandüz adlanan ərazi var. Orada Aslandüz döyüşü baş verir. Rusiya ilə Lənkəran xanlığı arasında. Burada yenə o Fətəli Şah, Qacar dövlətinin hökmdarı Fətəli Şahın oğlu Abbas Mirzə Lənkərana kömək edirdi. Orada da Mir Həsən xan idi hakimiyyətdə Lənkəranda. Və döyüş baş verir, döyüşü Ruslar qazanır. 1812-ci ilin dekabr ayı. Dekabrında bir dənə də döyüş baş verir. Dekabrın sonu. Bu döyüşə deyirlər tarixdə Lənkəran döyüşü. O döyüş dekabrın sonundan, dekabrın 31-dən yanvarın 1-nə qədər, 1813 yanvarın 1-nə qədər davam edir. 2 gün. Və 1813 yanvarın 1-də Lənkəran döyüşünü Rusiya qazanır, Lənkəranı da işğal edir. Amma Lənkəranı ləğv etmirlər. Lənkəranın müstəqilliyini saxlayırlar. Yaxşı. Bəli. Və artıq Lənkəran da tutulur. Yavaş-yavaş cənuba doğru hərəkət başlayır. Hansı ki, İran, Qacar Cənubi Azərbaycanı tutmuşdu. Naxçıvan, İrəvan bölgəsi də
Abbas Mirzə Naxçıvan, İrəvan ərazisinə ruslar hücum eləyəndə ora kömək eləmişdi axı. Naxçıvan, İrəvan keçmişdi İranın tərkibinə. Bax bu. İndi o ərazidə İranın tərkibində idi, İran əlində idi. Naxçıvan, İrəvan İranın əlində olmaqla 1813-cü il 1813-cü il bir dəqiqə. Eybi yox. Naxçıvan, İrəvan İranın əlində olmaqla 1813-cü ilin oktyabr ayında Gülüstan sülhü imzalanır tarixdə. Azərbaycan, bax Cənubi Azərbaycan bölgəsi və Naxçıvan, İrəvan ərazisi qalır İranın əlində. Şimali Azərbaycanda, Lənkəranda daxil olmaqla bütün torpaqlar keçir Rusiyanın tərkibinə. Dolayısıyla Azərbaycan ilk dəfə İranla Ruslar arasında bölüşdürülür. 1813 oktyabr Gülüstan sülhü ilə. Bu öz yerində. Heç ümumi şəkildə Abbasqulu Ağa Bakıxanovu eşitmisən? Eşitmisən. Onun bir dənə əsəri var, Gülüstan-ı İrəm əsəri. Bəli, Abbasqulu Ağa Bakıxanov Bakı xanı sonuncu Bakı xanı olan Hüseynqulu xanın oğludur. Özü də Gülüstan sülhündə tərcüməçi kimi. Üç dil bilirdi, tərcüməçi kimi iştirak edir. Yaxşı? Bəli, bu Rusların Azərbaycanı işğal etmə prosesi, 1-ci Rus-Qacar müharibəsi. İndi mən əsasları dedim. Orada bir Qarababa döyüşü zad var. Onlar haqqında məlumat toplayarsan, testlər üzərində onlar haqqında da əlavə məlumatlarımı verəcəm. Demək, biz çeki darıq, bax o bəzi xanlıqlar oldu da. Məsələn, Qarabağ, Şəki, Şamaxı, bunlar könüllü surətdə tutuldu, düzdür? Demək, 1805-ci ildə tutulmuş Şəki könüllü Kürəkay müqaviləsi ilə 1819-cu ildə ləğv olundu. Qarabağ 1805-də könüllü tutulmuşdu, 1822-də ləğv olunur. Şamaxı 1805-də Kürəkaya bənzərlə tutulmuşdu, 1820-də Şamaxı da ləğv olunur. Bəs bu ləğv etmə nəyə görə idi? Təbii ki, artıq Rusiya işğal olunmuş ərazilərin tamamilə yox edir tarixi olaraq, öz ərazisinə qatır və Rusiya ərazisi olaraq göstərirdi bu hissələri. Aydındır. 1822-də Şamaxı və 1826-cı ildə də Lənkəran ləğv olunur. Bəli. Bunlar ləğv olunduqdan sonra o, məsəl üçün, var idi, Şəki xanı var idi. Nə bilim, Gəncə xanın oğlu, Cavad xanın oğlu Uğurlu Məhəmməd var idi. Sonra Lənkəran xanı Mirhəsən xan var idi ki, bunlar qaçmışdı xanlıqları ləğv olunduqdan sonra Cənuba, Qacarlar dövlətinə. Nə baş verir indi? Gülüstan sülhü imzalanmamışdan qabaq. Bu İngilislərlə, bax İngilisləri görsədək bir dənə. Yəni Böyük Britaniya, İngiltərə. Bax görsən, Böyük Britaniya. İngiltərə ilə İran müttəfiqlik eləmişdir, bax İran. Deyərsən, ay müəllim, bu İngiltərə ilə İranın nə kimi əhəmiyyəti var? Niyə bir-biri ilə belə dostluq eləsinlər? Bax, o dövrdə Hindistan, bax bu ərazi, Böyük Britaniyanın müstəmləkəsidir. İşğal etdiyi ərazidir. Bəs Böyük Britaniya nədən qorxurdu? Rusiya
keçib Hindistanı işğal etməsindən. Hindistandan o qədər qızıl, o qədər ədviyyat gətirirdilər Avropaya, o qədər pullar əldə edirdilər. İngiltərə qorxurdu ki, Hindistanı Rusiya tutar. Amma burada nə dəxli var İranın? Bax, bura Himalay dağları zad var burada. Himalay, Tian Shan dağları, bax bu hissədə. Hündürdür. Məsələn, Rusiya buradan keçib bura hərəkətləyənməzdi. Çünki ortada dağlıq bölgə var idi, çox hündür dağlardı. Jomolungma 8848. Məsələn, Tian Shan qələbə piki 7439. Yəni 7000-dən yüksək zirvələrdir. Oradan sən ya bunun ordunu normal keçirənməzsən, ya silahları normal keçirənməzsən ki, gedib Hindistanı tuta biləsən. Ona görə Rusiyanın bir dənə yolu qalırdı. Azərbaycanı işğal etdikdən sonra keçməlidir İranı. İranı məğlub etməlidir, ondan sonra Hindistana hərəkət etməli idi. Ona görə İngiltərə başardığı qədər İngiltərə İranı gücləndirirdi. Silah köməkləyirdi, pul, maliyyə köməkləyirdi, gücləndirirdi ki, Rusiyaya qarşı möhkəm dayansın. Hələ 1813-də Gülüstan müqaviləsi imzalananda İran əslində birinci razı deyildi. İran deyirdi ki, Azərbaycanın çox hissəsi mənə ver. Orada da İngiltərə gəlir o müqavilə imzalananda orada olur. Orada əlavə bir şərt daxil olunur ki, İngiltərənin dəstəyi ilə. Ara sakitləşəndən sonra, müqavilələr imzalanandan sonra İran istədiyi vaxt bu müqaviləni təzədən təzəlləyə bilər. Yəni müqaviləyə təzədən baxa bilər, xoşu gəlmədiyi hissələrə. Belə bir şərt əlavə olunur. 1826-cı il çatır. İran narazıdır öz məğlubiyyətindən, tutduğu ərazilərdən narazıdır. Azərbaycanı tam tutmaq istəyir. Və belə olur, Rusiyaya müharibə başladır 1826-da. Rusiyaya müharibə başladan kimi bu əvvəlki xanlar var idi da, Şamaxı xanlığıdır, Şəki xanlığıdır, Lənkəran xanlığıdır. Onlar geri qayıdır və geri qayıdaraq öz xanlıqlarının əhalisinə müraciət edir, xanlıq idarə üsulunu bərpa edir və başlayırlar Qacarlara dəstək durmağa. Ruslara müharibə aparırlar, Ruslara qarşı Qacarlarla dost olurlar. İndiki İranlılarla. Bax, qoy keçək bura. Bu Lənkəran döyüşü, oktyabr, Gülüstan sülhü, bu getdi. Aha. Demək, bura qədər olacaq, sadəcə burada ikinci. Demək, 1826-cı ildə 2-ci Rus-Qacar müharibəsi başlayır, cəmi 2 il davam edir, 1828-ə kimi. Bu xanlıqlar tezdən müəyyən qədər, məsələn, Şamaxıdır, Lənkərandır, öz müstəqilliklərini bərpa edirlər, xanlıq quruluşunu bərpa edirlər. Amma Rus eskadralarını, Rus ordularını qovurlar. Amma zaman keçir, Ruslar yenidən ordu toplayaraq hücum edir, bu xanlıqları məğlub edir, geri keçirirlər bu xanlıqlar məcburi şəkildə. 1827-ci ildə geniş işğallar başlayır. 1827-ci ildə demək, Cavanbulağı döyüşü baş verir Naxçıvan ətrafında. Ruslar Naxçıvanda Qacarları məğlub edir, Naxçıvanı tutur. Bir də 1827-ci ildə Sərdarabad döyüşü baş verir. Bu İranın əlində olan İrəvan ərazisində Ruslar tutur. Ondan sonra zaman irəliləyirlər cənuba doğru. Təbrizə zada doğru, yəni İranın tutduğu Cənubi Azərbaycan torpaqlarına doğru. İran da görür ki, hər yer əlindən çıxır, məcburi şəkildə yenidən sülh bağlamağa vadar olur. 1828 fevral ayının 10-da Rusiya ilə İran arasında 2-ci Rus-Qacar müharibəsini bitirən Türkmənçay sülhü imzalanır. Fevral ayının 10-da. Türkmənçay sülhü, bax,
əvvəl Naxçıvan, İrəvan, Gülüstan sülhünə görə İran əlində qalmışdımı? Naxçıvan, İrəvan da daxil olmaqla Şimali Azərbaycan torpaqlarını Rusiya tutur. Qalan Cənubi Azərbaycan torpaqları isə yenidən İran əlində qalır. Bax, Araz çayı sərhəddə çevrilir. İranla Rusiya arasında. Bu da ədalətsiz müqavilə idi. Çünki məsəl üçün Azərbaycan qıraqda durutdu, Azərbaycanın torpaqlarını bölüşdürürlər. Azərbaycan biraz zəifləyib deyə. Aydındır? Bəli. Və 1828-ci il Türkmənçay sülhü imzalanır. Sən təsəvvürlə bu sülhə görə 1828-ci ildə düz 40 min erməni İran ərazisindən Azərbaycana köçürülür. 1828-də fevral ayının 10-da Türkmənçay sülhü bağlanır. Mart ayında Naxçıvan və İrəvan ləğv olunur. Naxçıvan və İrəvanın yerində erməni vilayəti yaradılır və bura ermənilər köçürülməyə başlayır İran ərazisindən. Türkmənçay sülhünün 15-ci maddəsinə görə. Və orada İran müharibəni başlatdığına görə İran Rusiyaya təzminat ödəməli idi. Təzminat ödənilənə qədər Cənubi Azərbaycanda Rusların tutduğu ərazilər Ruslarda qalırdı. O Təbriz Zad bölgəsi Ruslarda qalırdı. Deyirdi ki, təzminatı ödədikdən sonra biz o əraziləri sənə geri qaytaracağıq. Amma əks halda geri qaytarma prosesi olmaz. Bəli, beləliklə artıq Azərbaycanın, Şimali Azərbaycan və Cənubi Azərbaycanın işğalı tam başa çatır. Azərbaycanın Araz çay sərhəd olmaqla iki yerə bölünməsi prosesi başa çatır. Və ən əsası bundan sonra Osmanlı Rusiya ilə bir dənə də müharibə aparır. 1828-1829-cu il müharibəsi. 1829-cu ildə Ədrinə sülhü imzalanır. Osmanlı məğlub olur. O Rusiya, o Azərbaycanda yaratdığı İrəvan, Naxçıvan ərazisindəki erməni vilayətinə düz Türkiyədən 84 min erməni köçürür. Ədrinə sülhünə görə. Bax, 40 min İrandan, 84 min Türkiyədən, yəni Osmanlıdan. 124 min, 130 minə yaxın erməni tək bu dövrdə Azərbaycana köçürüləcək. Vəssalam. Aydındır. Xeyr. Çətin bir şey yoxdur ki. Xeyr.